Yəni insanlara dərman içməyə ehtiyac yoxdur. Təzyiqi qaldırmaq üçün dərman içmək lazımdır. Təzyiqi salmaq üçün dərman içmək lazımdır. Lazım deyil. Təzyiqiniz aşağıdır, sağ burun dəliyini tutursunuz. Soldan nəfəs alırsınız dərindən. Nəfəsi verirsiniz dərindən. Burada mütləq şəkildə fikir verməlisiniz qarına. Yəni nəfəs aldıqda qarın önə doğru genişlənir, nəfəsi verdikdə qarını tamamilə içəri çəkirik. Yəni bədənimdən karbon dioksidi çıxardıram. Oksigeni alıram bədənimə, karbon dioksidi çıxardıram. Və mən burada bu texnikanı 5, 7, 10 dəqiqə ərzində yerinə yetirsəm, mənim anidən təzyiqim düşdüyünü hiss eləyəcəm. Bu təbii ki, hansı pasientlərə aid hansı ki, müəyyən bir Təzyiq şeylər keçiblər də. Sol burun dəliyini tut. Sağdan nəfəs al. Bəli. Nəfəs terapiyası ilə məsəl üçün ən çox da müraciət edən təzyiq xəstələri olur ki, mən onları öyrədirəm, onları başa salıram. Var gəlir təzyiq aşağıdır. Məsələn eyni dərsə qoşulurlar, eyni seansda olurlar. Birinin təzyiqi aşağıdır, birinin təzyiqi yüksəkdir. Mən mütləq şəkildə birini sağ burundan işləyirəm, o birisi sol burundan işləyirəm. Eyni dəqiqəni işləyirik. Yəni dediyim kimi yenə təzyiq aşağıdırsa, indi təzyiq aşağıdırsa, sol burun dəliyini tutursa, sağdan dərindən nəfəs al, dərindən nəfəsi ver, anidən təzyiqiniz yüksələcək. Baxın, bir də belə bir öz təcrübəmdən belə bir şey deyim. Mən indi nəfəs terapiyası eləməmişdən qabaq mənim burnumun hər dəfə bir burnumun bir hissəsi tutulurdu. Yəni indi məsəl üçün mən ikisi ilə də çox sərbəst şəkildə nəfəs alıram, amma orada tutulurdu deyə. Biri görsün, biri tutulurdu, bir gün gedirdi, 2 gün gedirdi, sonra açılırdı, o biri tutulurdu. Yəni belə şey eləyirdi. Yəni bir-birini əvəz eləyirdi. Bəli. Hə, əvəz elədiyinə görə də mən bu başa düşmürdüm. Mən elə bildim belə də olmalıdır. Yəni bu belə proseslər belə getməlidir. Amma o nəfəs terapiyasından başlandan sonra o ikisində də nəfəs alır, adama çox qəribə gəlir. Yəni belə mümkündür yəni belə gəlmək.